Salam dostlar. Bugün sizə TikTokda paylaşımlarınızın və videolarınızın izlənmə sayını şifrə vermədən və təhlükəsiz şəkildə necə artıra bilərsiniz, ondan danışacağım. Bunun üçün telefonunuza və kompüterinizə hər hansı bir proqram yükləmirsiniz. Sadəcə bir veb saytının linkini verəcəm və oradan siz paylaşımınızın linkini kopyalayırsınız və göndər düyməsinə basırsınız. İzlənmələr sizin hesabınıza yüklənir. Bu arada mənə dəstək olan, bu videonu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qisminə yazan hər kəsə 100 TikTok takipçisi və son paylaşımdan 1000 TikTok izlənməsi hədiyyə edəcəm. İndi TikTok hesabıma daxil oluram və görürsünüz, hal-hazırda mən videolarımı göstərirəm. Videolarımın bir çoxuna izlənmə göndərmişəm və izlənmələrin hamısı qalıcıdır, düşüş olmur və hesabınıza hər hansı bir zərəri ziyanı yoxdur. Biz bu izlənmə hiləsini aktiv etmək üçün ilk növbədə TikTok hesabımızın ayarlar bölməsinə daxil oluruq və buradan ayarlar və gizliliyə gəlirik. Özəl hesab yazılan yer var. Hesabımızı bu şəkildə hər kəsə açıq edirik. Ondan sonra biz hər hansı bir videomuza gəlirik və bağlantını kopyalayırıq. 3 nöqtə var burada. Bağlantını kopyaladıktan sonra biz Google-a daxil oluruq və axtarma yerinə takipçi.com yazıb bu sayta keçid edirik. Oradan biz ən aşağı gəlirik. Burada pulsuz xidmətlər var gördüyünüz kimi. TikTok pulsuz izlənməni seçirik. Açılan yerə öz paylaşım linkimizi qeyd edirik və göndər düyməsinə basırıq. 1 saat ərzində izlənmələr hesabımıza yüklənir.